Əsl Naxçıvan qavurmasında sizcə ət qaynadılmalıdır yoxsa qaynadılmamalıdır? İllər öncə Naxçıvana gedəndə bunu Naxçıvanda yedim və dadı hələ də damağımda qalıb. Ət seçiminiz düzgün olsa, inanın dadına doyulmaz əsl Naxçıvan qavurması hazırlayacaqsınız. Hər zaman məndən rəylərdə soruşursunuz ki, Xəyal bəy, əti hardan alırsınız? Mən əti elə alıram ki, buradakı inəklərə də hər dəfə özüm gedib qayğı göstərirəm. Ətin rəngindən, görüntüsündən təzə və etibarlı olduğunu bilmək mənim üçün çətin deyil. Əti hər zaman təzə Araz marketdən alıram. Bu dəfə çox maraqlı bir təcrübə yaşadım. Çünki birbaş danaların fermasına getdim. Kəsim məntəqəsinə də gedib iştirak etdim. Məni tanıyanlar bilir ki, mən özümə rəva bilmədiyim heç nəyi sizlərlə bölüşmürəm. Ən əsas diqqət etdiyim nüanslardan biri də ətlərin İslami qaydada halallıqla kəsilməsidir. Arazda satılan ətlər yüksək keyfiyyətlidir. Dediyim kimi halallıqla və İslami qaydalara tam uyğun şəkildə kəsilir və qida təhlükəsizliyi tələblərinə də tam cavab verir. Bütün ətlər ilk öncə laboratoriya analizlərindən keçirilir və yalnız keyfiyyətli ətlər mağazaya göndərilir. Naxçıvan qavurmasını ocaqda hazırlayacağam. Belə daha ləzzətli olur.